Davam eləyirik. Deməli, qalmışdıq Səfəvilərin sosial-iqtisadi həyatında. Bundan öncəki video izahda hərbi əyanlar qrupunu danışmışdıq. İndi isə sənətkarlar qrupundan danışacağıq ki, sənətkarlar qrupu da 3 yerə bölünürdü ki, şəxsi işləyən sənətkarlar, feodallardan asılı olan sənətkarlar və sexh qaydalarına tabe olanlar idi. Biz burada deməli belə bir ifadə görəcəyik ki, Məliki tüccar. Bunlar kimlər idi? Tacirlərin başçıları idi. Əsnaflar isə 17-ci əsrdə sənətkar tacir qrupları, ittifaqları idi. Daha sonra biz burada danışacağıq ki, daxili ticarətdə mühüm rol oynayan şəhərlər var idi. Hansı şəhərlər idi bunlar? Deməli, Naxçıvan, Ordubad, Bakı və Ərdəbil. Bunlar tarixi, daxili ticarətdə mühüm rol oynayan şəhərlərdir. Daha sonra xarici ticarətdə mühüm rol oynayan şəhərlər isə Naxçıvan, Ordubad və Eylis şəhərləri idi. Daha sonra biz deyəcəyik ki, 1-ci Təhmasibin dövründə Rus tacirləri ilə iqtisadi və diplomatik əlaqələr gücləndirilib. Daha sonra belə bir ifadə görəcəyik biz burada əmtə. Əmtə nə idi? Əmtə bazarda satmaq üçün hazırlanan məhsul idi. Daha sonra Asiyanın ən böyük bazarı Təbrizdəki Qeysəriyyə bazarı idi. Antoni Jenkinson Moskva şirkətinin nümayəndəsi idi ki, bu şirkətdə 1555-ci ildə yaranmışdı. Antoni Jenkinson Abdullah xan ustazlığı ilə görüşmüşdü. Antoni Jenkinson, yəni şirkətin adı Moskva şirkəti olsa da, aslında yəni ingilislərə məxsus şirkət idi. Yəni adı Moskva şirkəti olmaq o demək deyil ki, yəni ruslara məxsusdur. Bunu qarışdırmayın. Daha sonra Rus çarı 4-cü İvan İngilis tacirlərinin Rusiya ərazisinə keçərək Səfəvilərlə ticarət etməsini qadağan etmişdir. Daha sonra biz burada həftə bazarı ifadəsini görəcəyik ki, həftə bazarı yəni əmtə pul münasibətlərinin zəif inkişaf etdiyi bölgələrdə təşkil olunurdu. Şəhərlərdən danışaq. Deməli, şəhərlərdən Ərəş şəhəri 16-cı əsrdə ipəkçilik mərkəzi idi. Daha sonra Təbriz şəhəri Təbrizin hakimi Səfəvi ordusunun komandanı idi. Təbriz Azərbaycanın ən böyük, Səfəvilərin isə ikinci böyük şəhəri idi. Ərdəbil şəhəri Səfəvilərin dini-siyasi mərkəzi idi. Dərbənd 15-ci əsrdə Azərbaycanın liman şəhəri idi. Bakı isə Səfəvilər dövründə Xəzərdə əsas liman şəhəri idi. Gəncə İslam dünyası ilə Xristiyan dünyası arasındakı mühüm strateji qala rolunu oynayırdı. Daha sonra gəldiyi memarlıq abidələrinə 16-cı əsrdə mövcud olan memarlıq abidələri Şeyx Səfi məqbərəsi, Şeyx Cüneyd məqbərəsi, Bakı Şərq darvazaları və 50-ci çay üzərindəki körpü. Bu, deməli, 16-cı əsrə aid idi. Hansılar idi? Şeyx Səfi məqbərəsi, Şeyx Cüneyd məqbərəsi, Bakı Şərq darvazaları, bir də 50-ci çay üzərindəki körpü. 17-ci əsr memarlıq abidələri isə Suraxandakı Atəşgah, Ordubadda Qeysəriyyə bazarı, Sarı Aşıq məqbərəsi, Şah Abbas məscidi, Nardaran məscidi 1663-cü ilə aiddir. 1663-də həmçinin Kəlixana məqbərəsi var. Bir də Şibli Karvansara. Bunlar da 17-ci əsr memarlıq abidələridir. Daha sonra deyəcəyik ki, 1539-cu ildə Şah Səfi xalçası toxunub və bu xalça 1893-cü ildə ingilislər tərəfindən satın alınıb. Şah Sultan Hüseyin musiqini qadağan edib. Hafiz Lələ var idi ki, burada musiqiçi idi. 16-cı əsrdə Sadıq bəy Əfşar naturalist rəssam idi. Sultan Məhəmməd isə miniatür rəssam idi. Həsən bəy Rumlu Təhmasibin sarayında qulluq etmişdi və o Əhsən Təvarix əsərini yazmışdı. İskəndər bəy Münşi isə 1-ci Abbasın tarixçisi idi və Tarixi Aləm Aray Abbas əsərini yazmışdı. Belə, Səfəvilərlə bağlı sosial-iqtisadi həyat və memarlıqla bağlı əsas məqamları sizlərə qeyd etdim.